Birinci sualda baş cümləmiz nədir? Keçmişdədir. Ona görə də shall, willlər, bu da çevrilməlidir. A variantında will, shall olduğu kimi qalıb. B-də də olduğu kimi qalıb. C variantına baxaq. Told me that he would punish me if I would come. Yox, axı if I came olmalıdır. D variantında said that he would punish me if I was coming. Davam ediciyə salınıb deyə səhvdir. Y variantında isə said that he would punish me if I came late again. Bu düzdür. Will punish'ı would punish'la, come isə came'lə əvəz edirik. İkinci suala deyir, my friend said, I'm nervous because I have never been on a plane before. Baş cümləmiz keçmişdir, budaq cümləmiz indiki zamandadır və buna görə də budaq cümlədəki indiki zaman baş cümlə təsirindən keçmiş formalara çevrilməlidir və təbii ki, əvəzliklərlə fikir verməliyik. A variantında səhv yoxdur, digər variantlarda səhv tapaq. B variantında görür ki, həzi olduğu kimi saxlayıblar indiki zamanda, amma keçmiş olmalıydı. C-də də həzindiki amma keçmiş olmalıydı. Sonra D variantında görürük ki, budaq cümləmizdə I have never been bitmişlə verib. D variantında isə I was never sadəyə çevirib, özdəki heç əvəzlikləri də çevirməyib. Bax, my friend, mənim dostum ya he-di, ya she olmalıdır. I niyə verib ki, məndən söhbət getmir, mənim dostumdan söhbət gedir. Y variantında da əvəzlik dəyişmə yoxdur, baş verməyib, I will, never was, bu səhvdir. Ona görə də cavab olur A variantı. C keçmiş olduğu üçün I am çevrilir she was-a, I have də çevrilir she had never been-ə, yəni keçmiş bitmişə, keçmiş sadəyə belə çevrilir. Üçüncü sualda are you living now, Paul said. Baş cümlə keçmiş sadədir. Budaq cümlə indiki davam edicidir. O da keçmiş davam ediciyə çevrilməlidir. A variantından asıdan sonra zət ala bilməz. B variantı bu nəqli cümlədə artıq burada heç bir feil qabaq keçməməlidir. Was aydan qabaq keçib deyə səhvdir. C variantında if I was living then, C variantında düzgündür. D variantında he əvəzliyi yox, o məndən soruşursa I kimi verilməlidir. Y variantında isə now olduğu kimi qalıbdır, amma keçmişin təsirindən zen olmalıydı. Dördüncü sualı biz görürük ki, baş cümləmiz keçmişdədir, amma budaq cümləmiz əmr formasındadır və əmr forması sadə heç nəsiz formada olur da. Yəni, burada artıq zaman təsiri falan olmamalıdır. Əgər təsdiq əmridirsə to do kimi, inkar əmridirsə not to do kimi birləşməlidir. Və say feili də tell, ask kimi formalara düşməlidir. Biz görürük ki, A variantında say çevrilməyib də tell formasına, özdəki saydən sonra to işlənməlidir də. Burada A variantında niyə saydən sonra to yox olub, həm də çevrilməyib. B variantına baxaq. She asked me not to tell her mother about her bad mark for the dictation. Bu cümlə düzdür, hələ ki səhv tapmamışıq. C variantı səhvdir, çünki inkarın çevrilməsi not to do formasında olmalıdır. D variantında burada D variantında problem nədir? Əvəzliklər dəyişməyib də. Əgər o xahiş edibsə, deməli qiymət alan kimdir? Odur. Və ana da kimindir? Onun anasıdır, mənim deyil. Y variantında yenə də feil forması səhvdir. Not to do olmalıydı. Ona görə də cavab B olur. Beşdə əmr cümləsidir. Deməli, əgər təsdiq əməlidirsə to ilə birləşir, inkar əməlidirsə not to ilə birləşir. A variantında say to yox, asked me olardı. B-yə baxırıq. She asked me not to tell her mother about her bad mark for the dictation. Burada hər şey düzdür. C variantında don't lazım deyil. D-də she told me not to tell my mother yox, her mother da onunkudur. Y variantında da don't olmaz. Altıda, what country do you come from? Said Bill.
Baş cümləmiz keçmişdədir. Budağı da uyğunlaşdırmalıq keçmişə. A variantında do işlənibdir, həm də keçmişə düşməyib, səhvdir. B variantında sual cümləsi olduğu üçün said zəti yox, nəsə ask tipli bir söz olmalıdır. C variantında Bill asked if what. Bax, burada onsuz da what sual sözümüz var və o bağlayıcı kimi çıxış eləyir. If burada vermək lazım deyil. D variantında Bill asked me what country I came from. Çox qəşəngdir. Y variantında isə did verilməsi yanlışdır. Çünki biz dırnaqdan cümləni açıb baş cümləyə birləşdirəndə artıq biz tamamlıq budaq cümləsi yaradırıq. Sual cümləsi yaratmırıq. Ona görə də burada heç bir sual quruluşu olmalı deyil. Yedinci sualda biz görürük ki, baş cümləmiz keçmişdədir. Dırnaq cümləsi, buna biz budaq cümlə deyək də, o da keçmişdədir. Belə baxanda çevirəndə elə baş budaq cümləyə çevrilir də. Və biz görürük ki, was keçmiş sadədir və bu da baş cümlənin təsirindən yəqin ki, keçmiş bitmiş ola bilər. Məsələn, deməli, səhvləri çıxaq. Y variantı görürük ki, məlum növdədir. Amma timetable bizə verilən cümlədə məchuldur və biz növü dəyişə bilmərik də. Cədvəl öz-özünə dəyişmir ki, kimsə dəyişir. D variantında görürük ki, had qabağa keçib timetable'da, amma biz direkt çevrilməsində bilməliyik ki, dırnaq içində cümlə sual olsa da, biz onu açanda nəqli cümləyə çeviririk. Ona görə də bütün feillər öz yerinə qayıtmalıdır. Amma D-də had keçib qabağa. Sonra C variantında görürük ki, keçmişi qaytarıb indiki zamana salıb, bu da səhvdir. B variantında görürük ki, was the timetable-dan qabağa keçirib, bu da səhvdir. A variantı düzdür və siz soruşa bilərsiniz ki, niyə when-dən sonra bitmiş zaman olub? Cavabı budur ki, when-dən sonra indiki bitmiş olmaz, amma keçmiş bitmiş ola bilər. Ona görə də cavab A olur. Səkkizdə Why does the price go up so often? She wanted to know. Bizim baş cümləmiz keçmişdədir, budaq cümləmiz indiki zamandadır. Deməli, onu da keçmişə uyğunlaşdırmalıyıq. Yəni, bir adım geri atacağıq. A variantında had gone up verilibdir, keçmiş bitmiş, yəni 2 adım geri atılıbdır, bu səhvdir. B variantında why did? Didin verilməsi səhvdir. Çünki biz artıq baş və budaq cümlə yaradırıq. Burada sual quruluşu olmalı deyil. C variantında she wanted to know why the price went up so often. Çox qəşəngdir. Go up'ı keçmişə salıb went up elədik. D variantında she asked why the price go up. Burada keçmişə düşməyibdir. Y variantında she wanted to know why had. Burada həm had verilməsi, yəni keçmiş bitmişə düşməsi səhvdir. Həm də had the price-dən əvvələ keçibdir. Yəni sual quruluşu kimi qalıbdır, o da səhvdir. Doqquzuncu sualda şəxsiyyəti baş cümləmiz keçmiş zamandadır. Budaq cümləmiz isə kəndir. Kəni deməli could eləməliyik və feillərin hamısı öz yerinə qaytarılmalıdır. Çünki biz artıq sual cümləsi yox, nəqli cümlə qururuq. Buna görə A variantında can qaldığı üçün səhvdir. B variantında can aydan qabaq keçibdir, səhvdir. C variantında could brought ola bilməz. Çünki modal feildən sonra genel feil formaca dəyişə bilməz. Could bring olmalıdır. D variantında could she-dən qabaq keçibdir, səhvdir. Y variantı düzdür. Could bring öz yerindədir. Yerdə heç bir başqa bir feil yoxdur dəyişmə. Ona görə də düzgün cavab Y variantıdır. Onda where were you last night, Mr. Jones? David said. Deməli, burada baş cümləmiz keçmişdir. Budağımız da keçmişdir və last night verilibdir. Deməli, last'ı biz dəyişəcəyik, nəsə before'dur, previous'dır, belə bir şey qoyacağıq və budaqdakı keçmişi də bir addım geri salacağıq, keçmiş bitmiş olacaq. A variantına baxaq. David said Mr. Jones where was he? Bax, burada was he-dən əvvələ keçməsi səhvdir. Çünki biz artıq baş və budaq yaradırıq. Burada budaqda heç bir sual quruluşu olmalı deyil. B-yə baxırıq. David asked where Mr. Jones has been. Burada has verilibdir, səhvdir, keçmişə düşməyibdir. C-də baxaq. David asked where had you? Bax, burada had you-dan əvvələ keçibdir. Əvəzlik də yanlış işlənibdir. D variantında David asked Mr. Jones where he had been the night before. Burada hər şey yaxşıdır. Last'ı before ilə əvəz eləyibdir və
keçmiş sadəni bir adım geri atıb keçmiş bitmiş olubdu. Y variantına baxaq. David asked where had. Bax burada had Mr. Jones-dan əvvələ keçib deyə səhvdir. 11-ci sualda my father said baş cümlə keçmiş zamandadır. Ona görə budaq cümlədəki gələcəklər, bir də I am not hissəsi keçmişə düşməlidir. A variantında elə bir ki I'll have yox, he would have olmalı. Çünki faza he ilə verilməlidir. B variantı düzgün gəlir. My father said he would have only a cup of tea because he wasn't hungry. Bax burada I am çevrildi, he was. Deməli, düzgün cavab B variantıdır. C variantında will would-a çevrilməyib səhvdir. D variantında deməli, hər şey yaxşı gəldi. Bircə isn't, wasn't eləməyiblər. Eləcə də Y variantında isn't dəyişib wasn't olmayıb deyə onlar səhvdir. On 2-də Jane said to me, I saw you coming along the road. Burada deməli baş cümlə keçmişdi, budaqda keçmişdi və çox güman ki, budaqdakını da bir addım geri atacağıq. A-ya baxaq. Jane asked me. Bu sual cümləsi deyil. Ask verməyə nəyə ehtiyacı var ki? B-yə baxırıq. Jane told me she had seen me coming along the road. Burada heç bir problem yoxdur. Götürürük. C variantında has. Burada elə ki zamanı indiki bitmiş eləyibdir. Bu nəyə lazımdır ki? Zaten budaq cümləmiz keçmiş idi. Onu nəyə çeviribdik indikiyə? D-yə baxırıq. Jane told to me. Bax, tell to ilə işləmir. Tell zətlə işləmir. Yəni, active voice-da bunlar mümkün deyil. Passive olsaydı mümkün ola bilərdi. Y variantına baxırıq. Burada I saw her coming. Bax, burada əvəzliklərin işlənməsi səhvdir. 13-cü sualda deyir ki, don't you want anything else? Julie asked Tom. Bizim baş cümləmiz keçmişdədir. Budaq cümləmiz isə indiki düzdür, sual formasındadır. Ona görə də if-dir və if-lə bağlamalıyıq və keçmişə uzlaşdırmalıyıq. A variantın told olmaz, çünki sual cümləsi ask tipli sözlərlə olmalıdır. Told isə əmr cümlələrində olur. B variantında does olmaz, yeri keçmiş olardı. C variantı told-a görə çıxdı. D ilə Y variantı arasında qalırıqsa, təbii ki, inkardan sorursam işləmir. Ona görə cavab Y variantı olur. Julie asked Tom if he didn't want anything else və cavab olur Y variantı da. On dördüncü sualda baş cümləmiz keçmişdədir deyə budaqdakı are və ya was-a çevrilməlidir. Deməli, baxaq. Özdəki sual cümləsidir. Ask olmalıdır. B-yə baxaq. As, if, what, if nəyə lazımdır ki, bu ümumi sual cümləsi deyil ki, if-lə qoşaq. Sual sözünün özü qalmalıdır. C variantında asked us what we were doing there. C variantı düzdür. Y-yə də baxaq. Were we-dən qabağa keçib deyə səhvdir. Yəni, biz sual cümləsi qurmuruq ki, biz indi nəqli cümlə qururuq deyə heç bir köməkçi qabağa keçməli deyil. On 5-də my father lived here in his childhood. My grandmother said. Bizim baş cümləmiz keçmişdədir. Budaq cümləmiz də keçmişdir. Amma bir şey var ki, in childhood birləşməsi keçmiş sadə zamanın göstəricisidir, konkret zaman göstəricisidir və dəqiq zaman göstəricisi olanda biz keçmiş sadəni keçmiş bitmişə çevirmirik. Düzgün cavab olur Y variantı. My grandmother said that her father lived there in his childhood. Bax, görürsünüz, in his childhood dəyişə bilməz. Çünki bu elə bir göstəricidir ki, bunu neynəsi dəyişmək olmaz. Və keçmiş sadə zaman göstəricisidir deyə xəbərimiz də keçmiş sadədə qalıbdır. Bir dənə burada hiyəni Z ilə əvəzləşdirmişik, yəni uzaqlaşdırmışıq. Yerdə qalanlar niyə səhvdir? A variantına baxırıq. Burada my faza yox, her faza olmalıdır, çünki əvəzlik dəyişməli idi. B variantında my grandmother asked sual cümləsi deyil, ask'a ehtiyac yoxdur. C variantına baxırıq. His father yox, her father əvəzlik problemi var. D variantında told that tell zətlə tell to ilə yan-yana işləmir active voice-da.
16-cı sualda baş cümləmiz keçmişdədir və budaq cümləmiz də əmrdir. Əmr də özü də inkardır. Təsdiq əmri to ilə, inkar əmri not to ilə birləşir. Baxırıq. A variantında don't səhvdir, B variantında that səhvdir, C variantında told to ilə işlənməz, D variantında düzdür, E variantında don't səhvdir. Dedik axı, inkar not to ilə. Mother told her son not to play in the kitchen. 17-ci sualda deməli he asked her, deməli baş cümlə keçmiş zamandadır. Budaq cümləmiz əmr cümləsidir. Come-dırsa to come kimi birləşməlidir. Deməli he said to her to come to the cinema with him. Burada problem odur ki, əmr cümləsi olduğu halda say to her olduğu kimi qalıbdır. Yəni burada ask olmalıdır əmr cümləsində. B variantında say to ilə olmalıdır. C variantında he asked her to come olmalıdır. Sonra D variantında he asked her to come to the cinema with him. Yine D variantı düzgün cavabdır. Y variantında isə əvəzlik problemi var. With me yox, with him olmalıdır. Çünki kişi cinsidir orada. Söhbət he-dən gedirdi. With him olmalıdır. 18-də baş cümləmiz keçmişdədir. Budaq cümləmiz isə gələcəklə indikinin uzlaşmasıdır. Biz də onu keçmişə salıb would və ya should eləməliyik. A variantına bax, she said she would come and see us the following day if everything was all right. Burada hər şey düzdür. B variantında should would olmalıydı, C-də də olmalıydı. D variantında she said I would yox, axı o I əvəzli she-yə aiddir, yenə də she-yə çevrilməliydi də. Sonra Y variantında isə would dəyişiblər keçmiş, amma is olduğu kimi qalıb deyə səhvdir. On 9-da we are waiting for mom now, Dad said. Burada baş cümləmiz keçmişdədir, budaq cümləmiz isə indikidir, idiki davam edicidir. Bunu bir adım geri atıb keçmiş davam edici eləyəcəyik və now sözünü də dəyişdirəcəyik. A-ya baxaq. Tell to ilə yanaşı verilib səhvdir. B-də tell that ilə yanaşı verilib səhvdir. C variantında Dad said that they were waiting for mom then. Burada hər şey yaşlı keçmiş davam ediciyə salınıbdır. Now zenlə əvəz eləyibdir. Say that-nə verilibdir. Hər şey əladır. D-də ask verilibdir. Sual cümləsi deyil. Aska ehtiyac yoxdur. Nə də ki əmr cümləsi deyil. Y variantında say us yox, say to us olmalıdır. Yəni say to ilə olur. 20-də where did you buy this dress? She wanted to know. Baş cümləmiz keçmişdir. Budaq da keçmişdir. Ona görə də bir adım geri atılıb keçmiş bitmiş olacaq. Burada düzgün cavab D variantıdır. She wanted to know why I had bought that dress. Keçmiş bitmişdir və this-i that-lə əvəz olunubdur. A variantında where did I buy? Burada sual quruluşu qalıb deyə səhvdir. B variantında ask to ilə verilib deyə səhvdir. C variantında had I bought sual quruluşu qalıb deyə səhvdir. Y variantında isə wanted to know that verilməsi səhvdir. Burada want to know, wonder, find out, ask kimi sözlərdən sonra that bağlayıcısı gəlməməlidir. Həm də ki she buys. Burada əvəzlik problemi də var. 21-də she said to me, lock the door when you leave the house. Baş cümləmiz keçmişdir. Budaq cümləmiz əmr cümləsidir. Əmr olduğu üçün özü də təsdiq əmridir. To-lu infinitivlə veriləcək. A variantında she asked to verilibdir deyə səhvdir. B variantında lock yox, to lock olmalıydı. To infinitivlə. C variantında to lock olmalıydı. D-də də to lock olmalıydı. Y variantını oxuyaq. She told me to lock the door when I left the house. Burada hər şey düzgündür. Deməli, əmr cümləsi olduğu üçün tell-dir və tell-dən sonra təbii ki, obyekt gəlməlidir. She told me. Lock-u, yəni ki, əmr formasında olan fiili to lock kimi veribdir. When tərəfi artıq budaq cümlədir. When you leave the house-u baş cümləyə görə bir adım geri atıbdır. When I left the house keçmişə salıbdır.
22-ci sualda secretary said, bu keçmiş zamandadır baş cümləmiz. Bu da cümləmiz arrived keçmiş zamandadır yesterday. Deməli biz burada arrived'ı keçmişə salıb keçmiş bitmiş edirik. Yesterday'də dəyişib the day before ya da the previous day verə bilərik. Baxaq görək, the secretary told that the delegation, burada has arrived yox, had arrived olmalıdır. B variantı said that the delegation had arrived in London the previous day. Yəni B variantını götürürük hələ ki. C variantında was arrived olmaz. Çünki arrived heç vaxt to be ilə işləmir. Bizə ancaq keçmiş bitmiş lazımdır. D variantında keçmiş bitmiş var, amma orada fail problemi var. Orada ask olmalı deyil. Çünki bu sual cümləsi deyil ki, bu aska çevrəsi ilə nəqli cümlə kimidir deyə elə C ilə birləşməlidir və cavab oldu B variantı. 23-cü sualda bizim baş cümləmiz keçmişdədir. Budaq cümləmizdə knows indiki zamandadır deyib, biz də onu keçmişə çevirib knew verməliyik. A variantına baxaq. Told me his brother knew some foreign languages, yəni A variantı düzdür. B variantında her brother deyir, axı his brother'dır, David kişi cinsidir. C'də knows səhvdir, D-də knows səhvdir. Y variantında isə ask nəyə lazımdır ki, sual cümləsi deyir ki, askla verək və ya əmr cümləsi də deyil. 24-cü sualda deməli said keçmiş zamandadır. I took the dictionary out of your break və took da keçmiş sadə zamandadır və o da onun təsirindən keçmiş bitmiş olmalıdır. Deməli Tom told his sister that he had taken the dictionary out of her bag. Deməli A variantında heç bir səhv yoxdur. Görür bu sizlərdə səhv nədir? Said to his sister, she had taken yox, he had taken, çünki o Tom'dan söhbət gedir, o he ilə verilməlidir. C variantında və Y variantında if verilib, bu yanlışdır, çünki if sual cümləsi olanda qoşulmalıdır. D variantında deməli took olduğu kimi qalıb, keçmiş bitmişə düşməyib deyə səhvdir. Düzgün cavab A variantı oldu. Yirmi beşinci sualda said keçmiş sadə zamandadır. Bu da şimdidir ki, metni keçmiş sadə zamandadır. O da onun təsirindən olmalıdır. Keçmiş bitmiş, yesterday'də dənişib the day before ya da the previous day olmalıdır. A variantında ask ola bilməz. Çünki sual cümləsi deyil ki, biz orada ask verək. B variantı told me that she had met her cousin at the station the day before. B variantı düzgündür. C variantında met olduğu kimi qalıb keçmiş bitmişə düşmüyor. D variantında if'dir, Y variantında da if'dir. If ancaq sual cümləsi olanda qoşulmalıdır, o da yanlışdır. Ona görə də düzgün cavab B variantı olur. 26-cı sualda deməli said keçmiş sadə zamandadır, is indiki sadə zamandadır. O da təsirinə düşüb keçmiş sadə zamana çevrilməlidir. Nəqli cümlədir. Deməli B variantında tell to ilə işlənməzliyə çıxır. C variantında ask, D variantında if olmaz. Bu askla if sual cümləsi olanda işlənməlidir. Məsələn, if ancaq sual cümləsində olur. C variantında ask isə ya sual ya əmr cümləsi olur. Nəqli ilə birləşmir bunlar. Y variantı düzdür. Told his friend that his son was a capable boy. A variantı niyə səhvdir? Əslində burada səhvlik yoxdur, sadəcə yarımçıqlıq var. Çünki verilən cümlədə father said to his friend-dir. Amma A variantında orada kimə dediyi ixtisar olunub deyə o yarımçıqdır. Ona görə düzgün cavab Y variantı olur. 27-ci sualda baş cümləmiz keçmişdədir. Budaqda isə will'dir. Deməli o keçmişə düşüb should would-a çevrilməlidir. If tomorrow-da dəyişib the next day, the following day verməliyik. A variantında deməli said to his students if sual cümləsi deyir ki, if-lə birləşdirək. B variantında ask sual cümləsi deyil və ya əmr də deyir ki, ask-lə birləşdirək. C variantında told zət ola bilməz. Y variantında if-i yanlış veriblər. D variantı düz olur. Told the students that they would listen to his lecture the next day. Iyirmi səkkizinci sualda Jack said keçmiş sadə zamandadır. Are interested indiki sadə zamanda, o da təsirə düşüb very interested olmalıdır. Deməli, sual cümləsi deyil deyə ask vermək olmaz. A variantı getdi.
Jack said that all the people of his firm are interested. Bax, burada are keçmişə düşməyibdir, yanlışdır. C variantı təlziyyat olmaz deyə C variantı getdi. D variantında said that all the pupils of their firm yox. Our firm ise their firm olur. Yəni düzgündür. Onların sinifi very interested. D variantı düzgün cavabdır. Y variantında isə are olduğu kimi qalıb deyə səhvdir. 29-cu sualda deyir ki, my elder brother said to me, please open the book and begin reading the text. Baş cümləmiz keçmişdədir, amma budaq cümləmiz əmr formasındadır. Əmr forması bilirik ki, heç vaxt zamana düşmür də, çünki əmrdə zaman yoxdur. Əmr cümlələri ancaq yoya aid olur və orada heç bir şəxs sonluqları və ya feil formaları olmamalıdır. Feil öz ilkin başlanğıc formasına, yəni infinitiv formasına, bare infinitiv formasına verilir. Deməli, və əmr cümləsi to ilə verilməlidir də. Təsdiq əmridirsə to do, inkar əmridirsə not to do olur. A variantında görür ki, to'su verilməyib. B variantında isə say verilib, amma bu səhvdir. Yox, said to me to open. Yəni əmr cümləsinə say to gərək told, asked belə sözlərlə dəyişəydi. Sonra Y variantında görür ki, told to me verilib. Bunu da çıxırıq. C, D variantlarına baxırıq. My elder brother asked me to open the book and begin. Bir də my elder brother asked me to open the book and begin. Təbii ki, biz C variantını götürməliyik. Niyə D variantı olmaz? Axı siz kompleks object keçmişsiniz və öyrənmişsiniz ki, ask üçüncü qrup feildir, özündən sonra gələn feili to ilə tələb eləyir. Və əgər cümlədə iki boşluq olarsa, o iki boşluq and ilə birləşərsə, birinci feilin to'su işlənir, ikinci feilin to'su ixtisar olunmalıdır. Və buna görə də cavab nə olur? To open the book and to begin reading. To open, to begin. Başa düşdünüzmü? İki dənə infinitiv var. Birincinin to'su qalır, ikincinin to'su ixtisar olunub. Ona görə də o begin kimi qalmalıdır. Began olmaz axı. Həmcins üzvlərdir bunlar. Əgər open da öz ilkin formasındadırsa, gərək begin də öz ilkin formasında qalardı. Yoxsa necə ola bilər ki, həmcins üzvün biri indiki formada olar, biri keçmiş formada olar. Bu mümkün deyil. Ona görə də cavab C variantı olur. Yəni, direct indirect speech çox asan görünsə də belə xırdaçı məsələləri var. Ona görə də bir test eləyəndə ancaq bir tərəfli düşünməyin. O qədər qaydalar öyrənə gəlmisiniz. Gərək onların hamısını tətbiq eləyərsiniz zəncirvari formada. Ona görə də cavab burada C olur. Otuzuncu sualda the teacher said to me baş cümləmiz keçmişdədir, özü də nəqlidir deyə burada deməli ask işlətmək lazım deyil. D-də ki, tolddan sonra to gələ bilməz. C-də ki, if lazım deyil, çünki sual cümləsi deyil. Sonra B-də say to ilə olmalıdır deyə o getdi. Ancaq A variantı qalır. I am satisfied teacher-də deyə ya he ola bilərdi, ya she-yə çevrilə bilərdi. M-dəki keçmişə görə was-a çevrilir. Your answer deyəndə, yəni müəllim mənə müraciət edirsə, my answer olur. 31-ci sualda baş cümləmiz keçmişdədir. Budaq cümləmiz have seen, indiki bitmişsə keçmiş bitmiş olur. Today isə that deyə çevrilə bilər. Today olduğu kimi qala bilməz deyə C və D variantı gedir. Baxaq. Deməli, told that ola bilməz A variantı gedir. Told me she had seen a wonderful film that day. B variantı düzdür. Sonra D-də said to me that she saw. Saw yox, had seen olmalıdır. Y variantı if ilə bağlanıb, sual cümləsi if ilə bağlanmalıydı. (32-də) His uncle said to him, can you ride a horse? Baş cümləmiz keçmişdir, budaq cümləmiz indikidir, onu bir addım geri atacağıq. A variantına baxaq. His uncle asked him if she... Burada she əvəzində nə gəzir ki, him, yəni oğlandan danışırdıq da. B-yə baxırıq. His uncle asked him that. Ask that olmur. C-yə baxırıq. His uncle asked him if could he. Sual quruluşudur, səhvdir. D variantında his uncle said if he can. Can-i bir addım geri atmayıb, səhvdir.
Y variantında his uncle asked him if he could ride a horse. Bu düzdür. 33-də I said to my nephew, do you know two foreign languages. Burada baş cümləmiz keçmişdir. Budaq cümləmiz indikidir. Nephew oğlan cinsidir. Ümumi sual cümləsidir deyə if-dən verəcəyik. A variantında dedik ki, nephew oğlandı. Burada she olmamalıydı. B-yə baxırıq. I asked my nephew if you əvəzliyi səhvdir. C-yə baxırıq. I told my nephew. Yəni sual cümləsində told lazım deyil. D variantında I asked my nephew if he knew two foreign languages. Burada hər şey yaxşıdır. Y variantında isə knows feili keçmişə düşməyibdir deyə səhvdir. 33-də I said to my nephew, do you know two foreign languages. Burada baş cümləmiz keçmişdir. Budaq cümləmiz indikidir. Nephew oğlan cinsidir. Ümumi sual cümləsidir deyə if-dən verəcəyik. A variantında dedik ki, nephew oğlandı. Burada she olmamalıydı. B-yə baxırıq. I asked my nephew if you əvəzliyi səhvdir. C-yə baxırıq. I told my nephew. Yəni sual cümləsində told lazım deyil. D variantında I asked my nephew if he knew two foreign languages. Burada hər şey yaxşıdır. Y variantında isə knows feili keçmişə düşməyibdir deyə səhvdir. 34-də Jack said to me, I've decided to visit my friend. Baş cümləmiz keçmişdi. Budaq cümləmiz indiki bitmişdi. Onu bir addım geri atacağıq və adi nəqli cümlədir. A-ya baxın. Jack told me that he had decided to visit his friend. Burada hər şey düzdür. Tell zət yan-yana olmur, amma obyektdən sonra zət, obyektdən sonra to problem yoxdur. B-yə baxırıq. Jack told me that she əvəzliyi hardan çıxdı? Jack oğlandır axı. C-yə baxırıq. Jack said that he decided burada indiki bitmişi düzgün keçirməyibdi. Keçmiş bitmiş olmalıydı. D-yə baxırıq. Jack asked. Yəni sual cümləsi deyil, ask lazım deyil bizə. Y variantında said to me if, yəni sual cümləsi deyil, if lazım deyil. Həm də she əvəzliyi də səhvdir. 35-ci sualda baş cümləmiz keçmişdədir. Deməli, budaq cümlə let, my mother let. Mother let verilibsə, deməli, let burada keçmişdədir. Və ona görə də çevriləndə keçmiş bitmiş olmalıdır. Çünki let olsaydı indiki zaman olardı da. Burada görünür ki, keçmişdir. Ona görə də had let olmalıdır. Baxırıq, A variantında said that his mother let yox. B-də yenə let, C-də had let. Baxaq. Said to me that her mother had let her. Axı Tom qadın deyil, her verək getdi. D variantında let getdi. Y variantı düzdür. Tom told me that his mother had let him go out at the weekend. Y variantı düzdür. 36-da Bill said I painted this picture myself. Deməli, baş cümlə keçmiş, budaq cümlə keçmiş. Onu bir adım geri atacağıq. A variantında Bill told if. Bu sual cümləsi deyir ki, if verək. B variantına baxırıq. Bill said that he had painted that picture himself. Burada hər şey düzdür. Əvəzlikləri dəyişibdir. Keçmiş sadəni keçmiş bitmişə çeviribdir. This-i that-ə çeviribdir. Myself da himself eləyibdir. C variantında she əvəzliyin verilməsi səhvdir. D variantında sual cümləsi deyil, ask vermək lazım deyil. Sonra Y variantında isə has painted zaman səhvdir. 37-də Mark said to his companions, will you discuss this question tomorrow? Burada baş cümləmiz keçmişdir. Budaq cümləmiz gələcəkdir. Bu gələcəyi keçmişə nəzərən formaya salmalıyıq. A-ya baxırıq. Mike told his companions that they would, yəni sual cümləsidir. Told that bu nəqlin quruluşudur. B variantına baxırıq. Mike asked his companions if they will. Will-i keçmişə salmayıbdır. C-yə baxırıq. Mike asked his companions if they would discuss that question the next day. Burada hər şey düzdür. Would-u veribdir. This-i that-ə çeviribdir. Tomorrow the next day veribdir. Hər şey əladır. D variantında Mike told his companions that they, yəni told sonra zətin verilməsi bu da nəqlidir, sual quruluşu deyil. Y variantında Mike asked his companions if would they. Would they sual quruluşudur deyə səhvdir. 38-də Anne said, I got my license last week.
baş cümləmiz keçmişdir, budaq cümləmiz də keçmişdir. Burada lastı dəyişəcəyik və qotu da dəyişməliyik. Bir addım geri atmalıyıq. A-ya baxırıq. Anne said that I got I əvəzliyi səhvdir. B-də də I əvəzliyi səhvdir. Bu she ilə dəyişməliyik. C-yə baxırıq. Anne said that she had got her license the week before. Burada hər şey düzdür. D-yə baxırıq. Anne asked. Bu sual cümləsi ask lazım deyil. Y variantında isə tell that və tell to yan-yana olmur aktivdə. 39-cu sualda deməli said keçmişdir, əmr cümləsidir. Əmr cümləsidirsə burada biz heç bir feilin zamanını dəyişə bilmərik. Çünki əmr cümlədəki feillər ancaq məsdər formasında olur, yəni sadə və heç nəsizdir. Və əmr cümləsi baş cümləyə ancaq to ilə birləşir. Deməli, to wash your hands. Yox, his hands olmalıdır da. Axı oğluna dedi. Ona görə A variantı səhvdir. Deməli, B variantına to-su yoxdur, səhvdir. Asked her son to wash his hands and had. Bax, bu səhvdir, çünki qeyd edilir ki, əmr cümləsində zaman dəyişmə ola bilməz. And had yox, and have olmalıdır. Çünki to wash, to have. Elə bil ki, have-in to-su itibdir. To had ola bilməz. Eyni məsələ Y variantında da var, and had. Düzgün cavab D variantı. Asked her son to wash his hands and to have his dinner. Sadəcə ikinci to-nu ixtisar edirik. Əmr cümləsindəki feilləri, yəni xəbərləri biz zamana sala bilmərik. 40-cı sualda baş cümləmiz keçmişdədir. Budaq cümləmiz indiki davam edicidir deyə o da keçmiş davam ediciyə çevrilir və now da çevrilib then olur. Deməli, sual cümləsidir. Özdə xüsusi sualda deyil, sual sözü öz yerində qalmalıdır. A-ya baxaq. Ellen asked her nephew what he was doing then. A variantı düzdür, çünki nephew kişi cinsidir. B-də Ellen told what ask olmalıdır sual cümləsində. C variantında Ellen asked her nephew what she. Nephew qadın cinsidir, she olmaz. D variantı sual cümləsi olduğu üçün told olmaz. Y variantı isə is doing dəyişməyiblər deyə səhvdir.